Salam, hörmətli həmkarlar. Bildiyiniz kimi bu günləri, yəni mayın 3-ü Naxçıvanda sertifikasiya müəllimlərimizin, sertifikasiyaya hazırlaşan müəllimlərimizin sertifikasiya imtahanı oldu. Və mənim qrupumdan şükürlər olsun ki, 5 müəllim yollanmışdı. Hamısı yüksək nəticələrlə bizi sevindirdilər. Onların mənə diktə elədikləri bəzi məsələlərin izahlarını sizlərlə bölüşmək istəyirəm. Birinci məsələmiz belədir ki, qabın həcmi 1 litrdir. Oksigenin azona çevrilmə reaksiyasından bəhs edir və deyir ki, həcmi 1 litr olan qabda oksigenin azona çevrilməsi zamanı qabda oksigenin mol miqdarı 4 dəfə azalıbdır. Reaksiyanın tarazlıq sabitinin 1 olduğunu bilərək oksigenin ilkin qatılığını tap. Bunu necə həll edəcəksiniz müəllimlər? Bilirsiniz ki, oksigen azona çevriləndə 3 oksigendən 2 azon əmələ gəlir. Yazırıq, başlanğıc sərf tarazlıq. Oksigenin ilkin mol miqdarını bilmədiyimizə görə oksigenin ilkin mol miqdarını x-dən işarə edirəm. Və mənə deyir ki, reaksiya zamanı oksigenin mol miqdarı qabda 4 dəfə azalıbdır. Oksigenin ilkin mol miqdarı x moldusa, 4 dəfə azalma müşahidə olunubsa, demək ki, x-i 4-ə böləndə 0,25 x qədər oksigen tarazlıqda qalıb. Çünki oksigenin mol miqdarı 4 dəfə azalıb, o deməkdir ki, oksigenin tarazlıq mol miqdarı ilkin mol miqdarından 4 dəfə az olmalıdır. Yəni x-dirsə ilkin mol miqdarı, tarazlıq mol miqdarı 0,25 x olmalıdır. Bilirsiniz ki, başlanğıc mol miqdarından sərf olunma mol miqdarına çıxanda tarazlıq mol miqdarı yaranır. Belə çıxır ki, mən bunun sərfini tapmaq üçün başlanğıcdan tarazlığı çıxmalıydım. Yəni, oksigenin başlanğıc mol miqdarı x molsa, tarazlıq mol miqdarı 0,25 x molsa, deməli bunun 0,75 x molu sərf olunubdur. Bəs azon nə qədər yaranıb? Normalda bilirsiniz ki, 3 oksigen 2 azon əmələ gətirir. Burada isə 0,75 x qədər oksigen sərf olunub. Gəlin görək bu nə qədər azon yaradacaq. Buradan azonun əmələ gələn mol miqdarının 0,5 x mol olduğunu hesablayacaqsınız. Deməli, azonun tarazlıq mol miqdarı 0,5 x-ə bərabər olub. Və burada müəllif bizə vurğulayır ki, reaksiyanın tarazlıq sabiti 1-ə bərabərdir. O zaman yazırıq, 1 bərabərdir. Sağda duran maddələrin tarazlıq qatlığı əmsal qüvvətdə nəzərə alınmaqla bölünür. Solda duran maddələrin tarazlıq qatlığı əmsal qüvvətdə nəzərə alınmaqla. Oksigenin tarazlıq qatlığı 0,5 x-dir. Əmsalı 2 olduğuna görə kvadrata yüksəldirik. Bölürük. Azonun tarazlıq mol miqdarı 0,25 x-dir. Əmsal 3 olduğuna görə kova yüksəldirik. Və buradan tənliyi həll eləyəndə yuxarıda alırıq 0,25 x-in kvadratı. Aşağıda isə 0,25 x-in 0,25 kuba yüksəldirik. Deməli 0,25-in kubu, burada da x-in kubu. X-in kvadratı x-in kubu ilə ixtisar gedir. 0,25 də buradakı bir 0,25 ilə ixtisar gedir. Aşağıda qalır 1 bölünsün 0,25 olsun 0,25 bərabərdir 1-ə. Burada da x var da təbii ki, çünki x-in kubu x-in kvadratından ixtisar gedəndə bir dənə x qaldı buradan. Buradan x-i tapsanız x-i tapacaqsınız 16. İndi x-imiz 16-ya bərabərsə gətirib yerinə qoyanda oksigenin ilkin mol miqdarı 16. Qabın həcmi 1 litr olduğuna görə oksigenin, yəni x deyəndə oksigen nəzərdə tutulur. Yəni oksigenin ilkin başlanğıc mol miqdarı x-dən işarə eləmişik axı. Bu demək ki, oksigenin ilkin mol miqdarı x-a, yəni 16-ya bərabər. Çünki x-i 16 tapdıq. Bizdən soruşurdu ki, oksigenin ilkin qatılığını tap. Qabın həcmi 1 litr olduğuna görə 16-nı zaten 1-ə böləndə oksigenin ilkin qatılığının 16 olduğunu müəyyənləşdirə bilərsiniz. Yəni burada doğru cavab 16 olmalıydı. İndi bu suallar dildən dilə gəlmiş suallardır. Müəllimlər mənə diktə eləyiblər. Mən də bu şəkildə izah elədim. İnşallah ki, sualın orijinal variantı belə imiş. Ümidvaram ki, sizə köməkçi olduq. Mənim YouTube səhifəmdə oksigen azon məsələlərindən istədiyiniz qədər var. Həmçinin oleum məsələləri, tarazlıq məsələləri, nə bilim, sürət məsələləri, tərəzi məsələləri, hər cürə məsələlər YouTube kanalımda izah etmişəm. Daxil olub baxa bilərsiniz.